Verilişin sponsoru Eren Fizyoterapiya Mərkəzidir. Sponsor Saloni Mebel. Sağlam olun layihəsinin bir həftəsini də geridə qoyduq. Bu həftə də hər birinizə sağlam olmağı arzu edərək yenidən sizləri xoş gördük. Bu həftə də çox maraqlı olacaq. Çox maraqlı qonaqlarımızla, həkimlərimizlə maraqlı mövzulara toxunacağıq. Canımız bir incidir deyərək həftəmizə başlayırıq. Və bugünkü mövzumuz nə olacaq? Qadın sağlamlığı olacaq. Bugün xanımlarımızdan danışacağıq. Ta qədimdən yanan ocağı qorumaq qadınlara həvalə olunardı. Qadın yanan ocağı ömrü boyu ya qoruyar, ya bir anın içində söndürə bilərdi. Bəlkə də ona görə deyirlər ki, qadın seçəndə çox diqqətli olmaq lazımdır. Çünki bir qadın gülərsə, bir dünya gülər, bir ailə gülər. Bir qadın sağlam olarsa, bir ailə sağlam olar. Bu ifadələrin hər birinin qadınların nə qədər əhəmiyyətli, dəyərli olduğundan bir daha bizə xəbər verdi. Amma təəssüf ki, bəzi zamanlarda qadınlar sağlamlığını qorumaq son zamanlar qadınların sağlamlığını qorumaq o qədər də asan olmur. Bugün təəssüf ki, qadınlar arasında onkoloji xəstəliklərin sayı dayanmadan artır. Məhz buna görə də hər həftənin bazar ertəsi olduğu kimi, bugün də Milli Onkologiya Mərkəzinin onkoginekoloqu Könül xanım Mərdanova bugün bizim qonağımızdır və Könül xanımla biz bugün qadın sağlamlığı haqqında danışacağıq. Məhz buna görə hər həftənin birinci günü olduğu kimi Milli Onkologiya Mərkəzinin şiş önü xəstəliklərin müalicəsi və diaqnostika şöbəsinin həkimi Könül xanım Mərdanovadır qonağımız. Xoş gəlmisiniz Könül xanım. Xoş gününüz olsun Günay xanım. Bugün yenə də hər zaman olduğu kimi qadınların sağlamlığından danışacağıq. Qadın sağlam olduqda təbii ki, cəmiyyətimizdə sağlam ailə formalaşır. Elə ilk olaraq bundan sualımıza keçid almaq istəyirəm ki, qadınların sağlam olması üçün hansı müayinə metodlarını, hansı müayinələrdən keçməlidirlər hər zaman ki, sağlamlıqlarını qoruya bilsinlər? Təşəkkür edirəm dəvətinizə görə. Bizi izləyən hər kəsin hər vaxt xeyir olsun. Həm radio izləyicilərimizin, həm televiziya izləyicilərimizin. Ümumiyyətlə, qadınların sağlamlığı bir qadın dünyaya gəldisə, körpə vaxtından, uşaq vaxtından bir qız evladını valideynlər mütəmadi olaraq pediatrlarla, daha sonra yetkinlik dövrünə çatdığı, adət görməyə başladığı halda ginekoloqların konsultasiyası, ehtiyac olduğu halda ultrason müayinəsindən qaçınmasınlar, süd vəzləri inkişaf etdiyi halda süd vəzləri müayinəsindən qaçınmasınlar. Qaldı ki, reproduktiv dövrdə olan xanımlara artıq tam cinsi yetişkənlik dövründə olan, belə deyə, ailə qurmuş xanımlarımız necə yoxlanmalıdırlar ki, ümumiyyətlə profilaktik müayinələr heç bir şikayəti olmadığı halda 1 və 2 ildən bir aparıla bilər. Amma şikayət üzərində rutin kontrolü gözləmədən bir narahatçılıq varsa, qadından patoloji axıntı varsa, ağrı varsa, sidik ifrazında problemlər varsa, bax belə bir şikayətlər varsa və qanama varsa, adət halları artıq pozulmaya başlayıbsa, o zaman rutin sadaladığım dediyim kimi 1-2 ildən bir deyil də dərhal həkimə müraciət edəcəklər və hansı müayinələrdən keçməlidirlər. Ümumiyyətlə, biz bunu hər dəfə deyirik, nə qədər də belə sadə görünsə də, nə qədər də təkrarlamış olmuş olsaq da belə, müayinə həkimin qəbulundan, həkimlə söhbətdən başlamalıdır. Biz buna tibb dildə anamnez deyirik. Çünki bir pasientin anamnezik məlumatları önəmlidir. Nə zaman adət halı başlayıb, doğuşu nə qədər olub, adət halları başlayan gündən necə baş verib, ailəsində genetik bir xəstəlik varmı, yoxmu, şəkərli diabet olan xəstələri varmı, yoxdur. Bunlar çox önəmlidir. Daha sonra müayinə ginekoloji kresloda adi, sadə güzgülərlə baxışdan başlamalıdır. Və təbii ki, güzgülərlə müayinədən öncə bir uşaqlıq yoluna, xarici cinsiyyət orqanlarında vizual olaraq bir baxış aparılmalıdır. Daha sonra onkoloq kimi təbii ki, mən rəyimi deyəcəm, smir testləri önəmlidir. Çünki günümüzdə onkoloji xəstəliklərin statistik rəqəmlərinə baxsaq, ürək açan rəqəmlər deyil. Ona görə onkoloji testlərin aparılması önəmlidir. Smir testi adi ginekoloji müayinə zamanı sadə bir testdir. Ağrısız, sadəcə adət halı olmamaqları yetərlidir. Öncələr
cinsi əlaqə olmasın, preparatların qəbul olunmasın. Amma mayeli son smirlər çıxdığı halda bunlar da bir qədər belə deyək də o bizə üstünlük verir ki, onlar olmuş olsa da belə götürə bilirik bəzən. Amma yaxşı olar ki, 2-3 gün öncədən cinsi həyat olmasın, xüsusi preparatların, şamların, yuzucu vasitələrin istifadəsi olmasın. Simir testləri cinsi əlaqəsi olan bütün xanımlara aparılmalıdır. 21-24 yaş protokollar bir qədər fərqli olaraq başlanılmalıdır. Amma bir də var HPV testləri, bu da onkotestdir. 30 yaşdan yuxarı aparılması daha da önəmlidir, önərilir. Bəzən çox erkən yaşlarda götürülür, o düzgün deyil. Çünki HPV bütün dünya üzərində ən çox cinsi yolla keçən infeksiyadır. Demək olar ki, qadınların 80% bununla həyatın hər hansı bir dönəmində yoluxur. Amma 30 yaşa qədər bədən immun sistemi tərəfindən dəf edilir. Ona görə protokollar deyir ki, 30 yaşdan yuxarı götürməyiniz daha yaxşıdır ki, yəni 30 yaşdan yuxarı artıq bu persistensiya eləyibsə, bədəndə qalırsa, xəstəlik törədirsə, bax o HPV virusları daha təhlükəlidir. Ona görə 30 yaşdan yuxarı deyə götürün deyirlər. Bu sadə testlərdir. Adi bakterioloji yaxmanın, uşaqlıq yolun təmizlik dərəcəsini təyin etmək üçün yaxmanın götürülməsi bunlar öz yerində. Daha sonra ginekoloji müayinə bimanual müayinə ilə, yəni əllə müayinə ilə aparılmalıdır. Uşaqlıq boyunun ölçüsü, hərəkətliyi, konsistensiyası, yumurtalıqların vəziyyəti, uşaqlığın vəziyyəti. Məsələn, bugün bir pasiyenti izləyirəm, baxıram, pasiyentə adenomyoz diaqnozu qoyulub. Doktor, bu görən məndə həqiqətən belədirmi? Şikayət yoxdur. Təbii ki, önəmlidir həkimin əlindən müayinəsi. Uşağın formasına əsasən, onun ağrılı olub olmamağına əsasən biz ona sonrakı müalicə taktikasını seçə bilirik. Daha sonra isə ultrason müayinəsini, sayda ultrason müayinəsinin aparması məsləhətdir. Patologiyalar çıxdığı halda, məsələn, simir testində patologiya varsa və gözlə baxdığımız zamanı bir patologiya görürüksə və biz daha başqa müayinələrə məsləhət biliriksə, məsələn, kolposkopiya kimi, biopsiya kimi, bu artıq ikinci pillə müayinə üsullarıdır. Patoloji simir gəldisə, biz artıq ikinci pillə olaraq kolposkopiya müayinəsini aparmalıyıq. Kolposkopiya müayinəsini mən gözlə görülən bir patologiya görürəmsə, güzgülərlə açdığım zaman dərhal eləyə bilərəmmi? Eləyə bilərəm. Əks göstərişi olmayan, ağrısız, adi ginekoloji müayinə zamanı aparıla bilən bir müayinədir və yaxud da ki, qadının dayanmadan şikayətləri gedirsə, yəni axıntılar müalicənin aparılmasına baxmayaraq davam edirsə, kontakt qanamalar simir testi normal gəlir, amma xanımda yenə də dəfələrlə təkrar olunursa, həkimin və pasiyentin istəyi üzərində kolposkopiya müayinəsi apararlar. Burada belə bir kənara çıxma deyim. Çox zaman bəlkə də mən bunu deyəndə sosial şəbəkələrdə həkimlər bəzi videolar paylaşırlar. Dəyərli kolleqalarım, biz onu bilirik zaten. Simir testlərinin təbii ki, protokollar üzərində aparılması birinci mərhələdir. Orada patologiya çıxarsa kolposkopiyaya getməli. Amma elə araşdırmalar dünya səviyyəsində aparılıb ki, simir testindən kolposkopiya bir yerdə aparıldığı halda diaqnoz qoymaq dərəcəsi 95%-in üzərinə qalxır. Bu az göstərici deyil. Ona görə ikisinin bir yerdə aparılması daha informativ olur. Əslində sualım elə bu olacaq ki, PAP testi, simir testi dediyiniz nə üçün götürülür? Deməli, diaqnozun 95% təsdiqini üçün. Simir testləri nə üçün götürülür? Onu qeyd edim. Simir testləri onkoloji yaxmadır. Biz bunu hər dəfə deyirik. PAP test adı ilə, simir testi adı ilə, PAP simir onkoloji yaxma adı ilə müxtəlif adlarla istifadə edirik. Uşaqlıq boyununda xərçəng önü patologiyalar səviyyəsində patologiyaları tutmaq üçündür. Skrininq metodudur. Kütləvi sürətdə aparılan bir yaxmadır. Yenə də deyirəm, ağrısı sadə bir yaxma ilə düşünün ki, nə dərəcədə ağır bir patologiyanın öncüsünü tapırıq. Yəni ondan öncə olan patologiyanın, xərçəngünü patologiyaları tuta bilirik. Çox insanlara, yəni bunu aparmaqla biz xərçəngünü vəziyyətdə patologiyaları aşkar edirik və xərçəng xəstəliyinə keçməsinin qarşısını alırıq. Çünki uşaqlıq boynu xərçənginin skrininqində aparılan bir yaxma və uşaqlıq boynu xərçəngi hardasa orta rəqəmlərə baxsaq 10-15 il ərzində gəlir xərçəng patologiyasına çatır və bir qadın əgər 10-15 il ərzində
yoxlanmırsa və xərçəng patologiyasının yaranması üçün risk faktorları varsa, bura HPV daxildir, çox partnyorluq daxildir, bura kişi və qadın çox partnyorluğu daxildir, siqaretdən istifadə etmək, tütündən istifadə etmək, dayanmadan öz başına oral kontraseptivlərin, yəni hamiləlikdən qorunmaq üçün olan həblərin qəbul olunması gətirir uzun müddət bunları elədiyiniz sürəcə uşaq boyun xərçənginə çatdırır. Və o müddət ərzində bir qadın tarama testini, pap testi, onkoloji yaxmasını götüzdürmürsə, bax o xərçəngönü patologiyalar gözdən qaçır. İndi isə reklamların vaxtıdır və bizi izləyən və dinləyən tamaşaçılarımıza bildirmək istəyirəm ki, bugünkü qonağımız Milli Onkologiya Mərkəzinin həkim onkoginekoloqu Könül xanım Mərdanovadır. Könül xanımla əlaqə saxlamaq istəyənlərə əlaqə nömrəsini xatırlatmaq istəyirəm. 050 563 01 89 nömrəsinə zəng edib və yaxud SMS yazaraq öncədən qeydiyyata düşməyiniz mütləqdir. Biz indi reklamlara ayrılırıq və qısa aradan sonra yenə qaldığımız yerdən mövzumuzu davam edəcəyik. Verilişin sponsoru RN Fizioterapiya Mərkəzidir. Sponsor Saloni Mebel. RN Fizioterapiya Mərkəzinin sponsorluğu ilə Sağlam Olun layihəsi hər gün həftə içi 5 gün saat 3-dən 4-ə kimi həm Asan Radioda, həm də Səhiyyə televiziyasında davam edir. RN Fizioterapiya Mərkəzi haqqında istərdim sizlərə məlumat verim. RN Fizioterapiya Mərkəzdə ortopedik şöbə, nevrologiya şöbəsi, pediatrik şöbəsi, onurğa əriklər şöbəsi var və ortopedik şöbədə nələr icra olunur? Bütün ortopedik əməliyyatlardan sonra bərpa prosedurları, endoprotez əməliyyatlardan sonra bərpa və reabilitasiya prosesləri, yırtıq, bel ağrıları, osteoxondroz, baş və boyun ağrılarını bərpa və reabilitasiya prosesləri məhz mərkəzin ortopedik şöbəsində həyata keçirilir. Nevrologiya şöbəsində yerimə əngəlli xəstələrin bərpa və reabilitasiya prosesi, insult sonrası reabilitasiya, Parkinson, spondilit, onurğa travmalarından sonra bərpa və reabilitasiya prosesləri həyata keçirilir. Pediatrik şöbədə serebral iflic, əngəlli uşaqların bərpası və reabilitasiyası, əzələ distrofiyasının əziyyət çəkən övladların bərpası və reabilitasiyası məhz bu mərkəzdə həyata keçirilir. Onurğa ərikləri şöbəsində skalyoz, kifoz, lordoz, onurğa rotasiyalarının əziyyət çəkənləri bərpa və reabilitasiya prosesləri RN Fizioterapiya Mərkəzində həyata keçirilir. Mərkəzin əlaqə nömrəsini xatırlatmaq istəyirəm. 055 690 1804 nömrəsinə zəng edib və yaxud da SMS yazaraq öncədən qeydiyyata düşməyiniz mütləqdir. RN Fizioterapiya Mərkəzinin ünvanı Əcəmi Naxçıvani 39-dur. Könül xanım, mən sizə hətta bunu vurğulayım ki, bu yaxınlarda RN Fizioterapiya Mərkəzində oldum və orada bir xəstə ilə rastlaşdım. Onkoloji xəstə idi və uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən övladımız idi və onun qalıq əlamətləri nevrologiya idi. Mərkəzin nevrologiya şöbəsinə və uzun müddətli bərpa və reabilitasiya prosesini keçir və çox razı idi. Həqiqətən xəstədə böyük bir irəliləyiş var idi, hansı ki nevrologiya əlamətləri var idi, aradan qalxmışdır. Reklamlarımız bitdi. RN Fizioterapiya Mərkəzinin sponsorluğu ilə Sağlam Olun layihəsi yenidən sizlərlə bərabərdir və bizə yenidən qoşulan tamaşaçılarımıza və dinləyicilərimizə xatırlatmaq istəyirəm ki, bugün qadın sağlamlığından danışırıq və bunu Milli Onkologiyanın həkimi, onkoginekoloq Könül xanımla danışırıq və indi isə Könül xanım qaldığımız yerdən davam edək. PAP testinin, bu testin aparılmasının deməli əsas məqsədi erkən diaqnostika xərçəng xəstəliyi üçün. Burada infeksiya axtarmırıq. Çox təəssüf olsun ki, bəzən patogistologlarımız ilə yazdığı halda orada iltihabi dəyişikliklər yazır və pasiyentlər o iltihabi dəyişikliklər sözünə belə deyə bir ilişirlər ki, doktor iltihabi dəyişikliklər yazıblar. Yenə də buradan qeyd edim ki, biz PAP testdə iltihab axtarmırıq, infeksiya axtarmırıq. Bizə onlar önəmlidirsə, onun üçün başqa bir testlər var, PCR testləri var. Biz onları o testlərlə aydınlaşdırırıq. Hansı infeksiyadır, nə etmək lazımdır, dərmanlara həssaslığı. PAP test onkoloji xəstəlikləri aydınlaşdırmaq üçün uşaqlıq boynundan, uşaqlıq yolundan ehtiyacı olanda və xarici cinsiyyət orqanlarından götürülən onkoloji yaxmadır. İkinci pillədə patologiya çıxdığı halda koliposkopiya, qeyd elədim ki, bir manual müayinə önəmlidir, ultrason müayinəsi önəmlidir. Əgər bir patologiya yumurtalıqlarda, uşaqlıq cismində, endometriyada aşkar olunursa və bizim MRT-yə getmək durumlarımız olursa, MRT müayinəsi aparırıq, qan təhlilləri aparırıq, onkoloji testlərin, onkomarkörlər
tədbirlərin aparılması ən çox mübahisəli durumlar bunlardadır. Pasient gəlir ki, mən bilmək istəyirəm, məndə onkologiya var, yoxdur. Mən qanda deyirlər ki, onkomarkörlər verməliyəm, o ilə bilinir. Çox təəssüf olsun ki, bəzən bunu təyin edən həkimlərimiz də var. Bir pasient bugün cavan bir xanımdır, müraciət edib ən populyar onkomarkör SA125 dediyimiz onkomarkör var, yumurtalıq xərçəngini aşkar edən, yəni belə bilinir ki, bu yalnız yumurtalıq xərçəngini aşkar edən onkomarkör deyil. Onu adətə 1-2 gün qalmış veriblər. Normal yuxarı səthi 35-sə, xəstədə çıxıb 36. Səndə yumurtalıq xərçəngi var deyə deyilib və pasientin durumu yəni özündə deyil. Əslində o vaxta kimi nə zaman pap testini verməlidir, kolposkopiya olmalı, ən son mərhələdə yəni onkomarkerləri verməlidir. Həkim təyinatı üzərində onkomarkör, baxın biz uşaqlıq boynundan pap testdən danışırsınız. Çox gözəl bir sual verdiniz. Pap test uşaqlıq boynunun skriningi, taraması üçün. Yəni uşaqlıq boynu xərçəngi dünya üzərində genital orqanların xərçəngləri arasında birinci yerdədir. Həmçinin respublikamızda, həmçinin bütün dövlətlərdə. Baxmayaraq asanlıqla güzgülərlə aşkar eləyə bilərik onun patologiyalarını. Baxmayaraq ki, pap testi var əlimizdə, HPV testi var, amma yenə də rəqəm olaraq ürək açan rəqəmlər deyil. Amma bunun skrining metodu var. Sadə usul, simir, kütləvi surətdə aparılır. Amma digər yumurtalıq xərçəngi, endometrial xərçəngin skrining üçün müayinə metodları yoxdur. O müayinə metodları hansı ki, onlar üçün oluna bilər, bu dediyim onkomarkör dediyinizə bir patologiya çıxarsa, təzədən axırıncı aşama kimi onkomarkörlərə gedir. O xəstələr xüsusi bir qrupa daxildirlər, hansı ki, risk qrupası dediyimiz qrupa, genetikasında süd vəzi xərçəngi, yumurtalıq xərçəngi, bağırsaq xərçəngi, endometrial xərçəngi olan pasientlər risk qrupasına daxildir. Uzun müddət hormon terapiya qəbul eləmiş xəstələr, erkən ay başı başlayıb gec menopoza girmiş pasientlər. Bax, bunlar risk qrupasına daxil olduğu üçün o hallarda biz onlara onkomarkörlər verdirik və yaxud ki, müayinə əsnasında sadə müayinələrdə, ultrason və ginekoloji müayinədə yumurtalıqda hər hansı bir tumor aşkar eləmişik. O halda onkomarkör verərik. Yoxsa mən gedim elə onkomarkör verim, görüm bədənimdə onkoloji göstərici varmı, yoxmu? Onu aydınlaşdırmaq üçün sıravi insan və yaxud da ki, hər hansı bir həkim get xəstəyə onkomarkör ver, gör bədənində xərçəng varmı, yoxmu? Belə bir dünya yoxdur. Niyə görə? Çünki SA125-in bədəndə xərçəng olub da norma olduğu durumlar var. Çünki SA125 məsələn stromal tumorlarda, qeyri-hüceyrəli tumorlarda, yumurtalıqda yüksəlməyə bilər. Və yaxud da ki, mədənin hətta iltihabı dəyişikliyində, qaraciyər sirozunda, uşaqlığın adenomiyozunda, uşaqlığın miomasında, bağırsağın iltihabında da o bizim yumurtalıq xərçənginin qanda göstəricisi kimi bildiyimiz onkomarkör yüksək ola bilər. Amma sadaladığım patologiyalar düşünün hamısı xoş xəstələrdir. Onda belə çıxır xəstəyə səndə xərçəng var söz demək ixtiyarımız var. Ona görə düzgün müayinə, xüsusən də onkoloji mövzularda onkoloqların təyinatı üzərində müayinələr getsə daha yaxşı olar. Danışdıq əslində müayinə proseslərini. Mən istəyirəm qısaca bir bununla da bir keçid alaq ki, ümumiyyətlə bir sağlam qadın evdə oturub sadəcə olaraq yoxlanmaq istəyir və müraciət edib pap testini, yəni özündə müayinə etdirə bilərmi, müayinə oluna bilərmi? Bəli. Əslində tövsiyə edirsiniz ki, belə olmalıdır. Olmalıdır əslində qalanda. Əslində, yəni hər bir xanım sağlamlığını qorumaq üçün bu testdən mütləq şəkildə götürməlidir. Və pap testi hansı xəstəliklərin, qısaca olaraq istəyirəm adlarını sadalayasınız ki, əslində çox geniş məlumat verdiniz. Pap testi hansı xəstəliklərin erkən diaqnozunu təsdiq edir? Uşaqlıq boynu xərçəngi, uşaqlıq yolu xərçəngi, xarici cinsiyyət orqanı xərçəngi. Və bunların xərçəngönü patologiyaları dediyimiz displaziyalarını aşkar eləmək üçün istifadə olunan, belə deyək, bir müayinə metodudur. Əslində bizi dinləyən xanımlarımız üçün çox maraqlı bir informasiya oldu ki, bu testi verməklə siz erkən diaqnozu bilib və xəstəliyin qarşısını vaxtında almış olarsınız. Bunun üçün də təbii ki, Könül xanıma müraciət edə bilərsiniz. Növbəti sual vermək istəyirəm. Erkən yaşda başlayan aybaşı və gecikmiş aybaşı. Bu, hər hansı bir xərçəng xəstəliyinin gələcəkdə yaranma səbəbi ola bilər? Əslinə qalanda, onkoloji patologiyalardan danışanda, risk faktorlarından hər dəfə danışanda daha çox vurğuladığımız elə sizin dediyinizdir. Yəni, erkən aybaşıya başlamaq, erkən yaşlarda başlamaq və gec aybaşıdan kəsilmək. Bir dənə də əlavə bura mən risk faktoru əlavə edim, heç vaxt hamilə olmamaq.
Yəni ana olmamaq, bu da başqa bir risk faktorudur və belə pasientlərdə yumurtalıq xərçəngi riski yüksək olur. Əlavə olaraq endometriya xərçəngi və süd vəzi xərçəngi riskini də artıq olduğunu qeyd edə bilərəm, amma daha çox yumurtalıq xərçəngi riski. Niyə görə? Ümumiyyətlə yumurtalıq xərçəngini araşdırdıqları zaman konkret bir yaranma səbəbi göstərməsələr də sadaladığımız durumlarda, yəni erkən ay başdan başlayıb gec bitmiş və hamilə olmamış xanımlarda bu xərçəng növünün daha çox rast gəldiyini görülmüşdü. Nə ilə izah eləmişdilər? Daha çox yumurtalıq tumorları arasında yumurtalığın üst qatını örtən epitel toxuması var. Həmin epitelial tumorlar deyirik. 80-90%-ni epitelial tumorlar təşkil edir və həmin araşdırmalarda görüblər ki, bu xərçəng tipləri həmin xəstələrdə çox olur. Niyə? Çünki ovulyasiya zamanı yumurtalığın səthində bir defekt əmələ gəlir. Həmin defektin bərpası zamanı, hüceyrələrin bölünməsi zamanı mutasiyalar formalaşıb və xərçəng hüceyrəsi yarana bilir və artıq yaranmış hüceyrə böyüyür və kütlə şəklində, bir tumor şəklində üzə çıxır və bununla əlaqələndirirlər ki, nə qədər çox ovulyasiya, yəni əgər erkən başlayıbsa daha çox ovulyasiyalar baş verəcək, nə qədər gec ay başı bitibsə o qədər çox ovulyasiya baş verəcək. Hamiləlik olmayıbsa, ovulyasiyalar da belə çıxır, fasilə olmayıb, dayanmadan bu qadın ovulyasiya olub və hər dəfə ovulyasiya zamanı yumurtalıq xərçəngi yaranma riski qadında artır. Ona görə sizin dediyiniz faktorlar olduğu halda, risk faktorları olduğu halda və xərçəngin yaranma riski də yüksək olur. Ona görə də vaxtında müayinə olunmalıdır. Həmin xanımlar bəli. Söylədiniz ki, hamilə ana olmayanlar. Bəli. İndi rast gəldiyimiz budur ki, insan bir dəb halına keçibdir ki, gənclərimiz ailə qurur, uzun müddətdən sonra ailə planlayırlar, övlad planlaması olur və bir 5 il, hətta 6 ildən sonra övlad dünyaya gəlir. Bir uşaqla kifayətlənirlər. Bunlarda da bir risk faktoru varmı? Yəni, belə deyək ki, bir dəfə ana olurlar. Qorunma üsullarına istifadə edirlər, dərman preparatları istifadə edirlər. Yəni bu da xərçəngin əmələ gəlməsi üçün risk faktoru sayılır. Ümumiyyətlə ailə planlaması çox gözəl bir belə deyək də anlayışdır. Bütün dünyada bu var. Hətta böyük klinikalarda ailə planlaması belə deyək otaqları, kabinetləri var. Hansı ki, həmin kabinetlərdə sizin qeyd elədiyiniz kimi ailə həyatı qurmuş, hələ valideyn olmaq istəməyən insanlarla konsultasiya aparılır, müayinələr aparılır, düzgün qorunma yöntəmləri qeyd olunur. Bizdə qorunma yöntəmləri sosial şəbəkələrdə baxırlar ki, bu həkim 10 xəstəyə qol-altı implant taxdı və mən də gedim qol-altı implant taxdırım, o ilə da belə çıxır, hamiləlikdən qorunum. Hər bir kontraseptiv üsul xəstəyə fərdi olaraq seçilir. Tam yoxlanılır, seçilir. Bir dəfə mən bunun üzərində bir mövzuda çıxış elədim. Daha sonra baxdım ki, sosial şəbəkələrdə implantların nə ziyanı var, məsələn, plastırların nə ziyanı var, hormonal spiralların nə ziyanı var. Əslində individualdır orqanizm, ona görə. Yəni qorunma yöntəmləri pasiyentə görə seçilir. Yəni hormonal preparatdır. Uşaqlıq daxili hormonal spirallar var, plastırlar var, həblər var hamiləlikdən qorunmaq üçün. Süd vəzi yoxlanılmamış xəstələrdə, yumurtalıq endometriya yoxlanmamış, uşaqlıq boyundan simir testləri alınmamış xəstələrdə bunların aparılması düzgün deyil. Yəni adi, sadə bildiyimiz spirallardan da qorunmaq yəni çox asanlıqla mümkündür. İllərlə də bu istifadə olunub. Heç bir belə deyək də əks göstərişi yoxdur. Bəzən bəli həmin spiralların individual olaraq pasiyentə düşməmə durumları ola bilər. Onda bir alternativ kontraseptiv üsul xəstəyə uyğun olaraq seçilə bilər. Hamiləlikdən qorunma həblərini mən bayaq uşaqlıq boyuna pasiyentlərimiz diqqətlə qulaq asdısa, mən qeyd elədim. Uşaqlıq boynunun xərçəngönü və xərçəng patologiyasının yaranmasında təsdiqlənmiş bir durumdur ki, 99,9%-larda HPV virusları bunu yaradır. Və bir risk faktoru odur ki, uzun müddət ərzində hamiləlikdən qorunma həblərinin qəbul olunması həmin virusun uşaqlıq boyunda xərçəngönü və xərçəng patologiyasının yaranmasını tətikləyir. Baxın, ona görə biz deyirik ki, onkoloqlar,
Siz pap testinizi götürəcəksiniz, HPV testlərinizi eləyəcəksiniz. Bunlar sizdə neqativdirsə, yəni tam sağlamsınızsa o həbləri qəbul edəcəksiniz uzun müddət. Yoxsa həm mənim üçün belə ən asan yolu odur. Spiral mənə düşmür, qanama verir. Mən getdim aptekdən o dərmanı aldım. 6 ay, 1 il, 2 il, 3 il müddətində onunla qorundum. Hər bir halda hamiləlikdən qorunma metodlarını, istər implant həkim olsun, seçməlidir. istər spiral olsun, istər həblər olsun, mütləq şəkildə müəyyən bir onkoloji müayinələrdən keçməlidir. Keçməlidir. Süd vəznində bir törəmə var. Bir genetikası yoxlanmayıb xəstənin, bir genetik suallar verilməyib ki, nəslinizdə süd vəzi xərçəngi, yumurta xərçəngi, endometri xərçəngi var. Qolaltı implantlar taxılır. Və yaxud da ki, hormonal spirallar göstəriş üzərində taxılır. Progesteron tərkibli dərmanlardır. Yəni bunlar istər implantlar olsun, istər spirallar olsun hormonal. Yəni bunu birbaşına sadəcə istək üzərində taxıla bilməz. Süd vəznində bir törəmə varsa, hətta bu belə deyək, xərçəngə meylli bir törəmədirsə, onun böyüməsinə səbəb ola bilər. Ona görə yoxlanmamış hormonal qorunma üsullarını aparmaq olmaz. Hər xəstəyə uyğun seçilməlidir. Ailə planlamasının olmağı çox gözəl bir durumdur. İkinci bir fikir ki, hansı ki bir evladla yetərlənirlər. Təbii ki, bu ailənin öz seçimidir. Biz risk faktorlarını dedik ki, ana olmamaq və yaxud da bir doğuş olmamaq təbii ki, risk faktorunu artırır, yaranma riskini artırır xəstəliklərin. Amma bu o demək deyil ki, elə siz xərçəng olmayan istəyənə 5, 6, 7 evlad dünyaya gətirəcəksiniz. Yox, bir evlad dünyaya gətirmiş olsaz da belə müayinələrinizə getməyinizi tövsiyə edirik. Yəni sağ olun Günay xanım, dəvət edirsiniz, biz bunları çatdırırıq və müraciətləri könülxama edə bilərsiniz deyirsiniz. Amma sırf könülxama deyil də ən azından öz ginekoloqlarına yoxlansınlar və müəyyən yaşdan sonra onkoginekoloqların müayinəsinə ən azından 2 ildən bir müraciət etsinlər və yoxlansınlar, onkoloji yönümdən yoxlansınlar. Bu mütləqdir, önəmlidir və biz hər dəfə xərçəngdən danışanda yaş ötdükcə xərçəngin yaranma riski artır. Bu o deməkdir ki, həmin xanımlar 6 aydan bir, ildə bir dəfə öz ginekoloqlarına getmiş olsa da belə 2 ildən bir onkoginekoloq müayinəsində olacaq. Və yaxud da ki, biz indi şikayətlərə vaxtımız çatsa, toxunsaq ki, hansı şikayətləri qadın özündə hiss eləyəndə mütləq onkoginekoloqa getməlidir. Bax, o şikayətlərə diqqətlə qulaq asarlar. Elə durumlar olduğu halda artıq sadə yəni poliklinik şəraitdə və yaxud da ki, adi mama ginekoloqa deyil də sırf ixtisaslaşmış, onkoloji yönümdən ixtisaslaşmış həkimlərə müraciət etməkləri məsləhətdir. Bu arada elə keçid alaq olaraq hansı şikayətləri qadın özündə hiss etdikdə onkoginekoloqa müraciət etməlidir? Əgər patoloji qanama varsa, patoloji qanamalar hansılardır? Xüsusən də ki, 35-40 yaşın üzəri xanımlar və ən əsas da aybaşıdan kəsilmiş xanımlar. Bax, onları mən hər dəfə ayrı bir qrupa qoyuram. Postmenopauzal qadınlar, aybaşıdan kəsilmiş, artıq 1 ildir adət görmür və onda patoloji qanama var. Bu xanımlar xüsusi diqqətli olsun və bu xanımların onkoginekoloqdan başqa həkimə getməyə, belə deyim, nə dərəcədə də ifadəm belə kobud səslənmiş olsa da, onkoginekoloqlara gedəcəklər, başqa həkimə getməyə belə ixtiyarları çatmır. Doğrudur. Çünki postmenopauzal dövrdə qanama oldusa, ilk düşündüyümüz xərçəng olma ehtimalı yüksəkdir. Patoloji qanamalar hansılardır? Normal adətdən artıq yəni aybaşı görməklər, həm miqdar olaraq, həm vaxt olaraq. Yəni ləkələnmə tərzi olur, daha sonra adət başlayır qan laxtaları ilə gür aybaşı görür və ləkələnmə tərzi bitir. Hardasa 2 həftəyə qədər adət görürsə, bu normal deyil. 2 ay başı arası patoloji qanamadır, mütləq getməlidir. 2 ay başı arası qanama varsa, bu patoloji qanamadır, mütləq getməlidir. Kontakt qanama, yəni cinsi əlaqədən sonra qanaması varsa, mütləq həkimə getməlidir, onkoginekoloqa getməlidir. Ağrılı aybaşı görürsə və ağrılı aybaşı gördüyü halda da qan axmaya düşürsə, doğuş sancısı kimi güc gəlmələr gəlirsə, o zaman onkoginekoloqa getməlidir. Bu ginekoloji yönündən olan belə deyək patoloji qanamalar, ağrı, aşağı ətraflarda şişkinlik, bunlar da yerli əlamətlərdir. Ondan əlavə sidik ifraz zamanı olan patologiyalar, hansı ki böyrək nahiyəsində, bel nahiyəsində belə deyək lokalizasiya olaraq olan ağrılar, aşağı ətraflarda
uşaqlarda şişkinlik, sidik ifrazı zamanı göynəmənin olması, ağrılı olması, bəzən sidik ifrazı zamanı uşaqlıq yolundan qanın gəlməsi, defekasiya aktında olan problemlər, ağrılı, çətin defekasiya aktının olması, bunlar da kiçik çanaqda, uşaqlıqda bir tumorun olduğunu göstərə bilər. Bu yerli əlamətlər. Bir də var ümumi əlamətlər, hansı ki, ürək bulanma, qaytarma, qarında köp və şişkinlik hissi, tez doyma, baş gicəllənmə, halsızlıq, dəri və sellikli qişaların rənginin avazıması. Bax, bu da ümumi əlamətlərdir. Bunları gördüyü halda xəstə bir onkoloji patologiyanın öncüsü ola bilər deyəni düşünüb, xüsusən də ki 40 yaşı üzəri xanımlar onkoloqlara müraciət etməkləri tövsiyə olunur. Bax, bu əlamətləri diqqətlə izləsinlər və xüsusi bir qrup genetik, yenə də deyirəm, nəslində xərçəng xəstəliyi olan xəstələr, bunlar yaxşı olar ki, ümumiyyətlə öncədən öz ginekoloqları olaraq onkoginekoloqlar seçsinlər və bu sözümü çox diqqətlə izləyən əslində qanda pasientlərimiz var. Bacısında, hətta iki bacısında, xalası qızında, anasında xərçəng xəstəliyi olan pasientlərimiz, sizlər də sağ olun. Çünki ümumiyyətlə bu işin profilaktikasında maarifləndirmənin önəmi çox böyükdür. Bunu kitabda yazır, ümumiyyətlə onkoloji kitablarda da qeyd olunur. Kütləvi maarifləndirmə çox önəmlidir. Menopaz dövründə bəzən xanımlarımız qarmonal terapiyadan istifadə edir və müəyyən dərmanlar qəbul edilir. Və bu dərmanların qəbulu hansı xərçəng xəstəliklərinin əmələ gəlmə riskini artırır? Ümumiyyətlə elə suallar verirsiniz ki, həqiqətən o əhalinin də diqqətlə qulaq asmaq istədiyi və belə deyək, boşluq və acılıq olan bir hissəsidir. Çox sağ olun. Menopoz çox gözəl bir və çox böyük bir mövzudur. İnşallah gələn efirlərimizin birində sırf menopozdan danışarıq. Postmenopauzal qadınlar nə deməkdir? Menopoz nə deməkdir? Xəstəlik deyil, onu qeyd edim. Onu xəstəlik kimi qəbul eləməsinlər. Çünki o klimakterik dövr dediyimiz bir dönəm olur, hansı ki 45 yaşdan yuxarı xanımlarda artıq hormonların yenidən qurması baş verir və zəifləməsi baş verir. Bu normal bizim necə adət olmağa başladığımız dövrdəki dönəmimiz var. Bu da bizim bir fizioloji qadınların dönəmidir, yaşamalı olduğumuz bir dönəmdir. Hansı ki artıq yumurtalıq rezervləri zəifləyir, hormonlarımız sönməyə başlayır və söndükcə ay başlarda disfunksiyalar olmağa başlayır və hormon çatışmamazlıqla əlaqədar olaraq qadınlarda müəyyən əlamətlər olur. İsti basmalar, əsəbilik, tez özündən çıxmalar, yuxu pozğunluğu, gözdə zəiflik, dərinin qırışması, dəli və selli qişan rənginin bir qədər dəyişməsi, saçın tökülməsi, dırnaqların qırılması, sümüklərdə olan ağrılar. Bax, bunlar başladıqca bu klimakterik əlamətləri xəstəlik kimi görürlər və daha sonra hormonların tam bitdiyi anda biz menopoz dönəminə giririk və bu bir il ərzində adət görmürsə, ondan sonraki dönəm artıq sayılır postmenopauzal dönəm və ondan sonraki dönəmdə heç bir halda qadından heç bir axıntı olmamalıdır. Menopaz dövründə qarmonal terapiya zamanı qəbul edən insanlarda hansı xərçəng xəstəliklərinin yaranma riski artır? Menopozdan sonraki biz onu qeyd elədik xəstəlikdir, normal fizioloji haldır. Ondan sonra nələr olmamalıdır, onu da qeyd elədik. Bəs bu klimakterik əlamətləri yəni aradan qaldırmaq üçün sizin qeyd elədiyiniz bəzən hormon terapiyalar, biz ona əvəz edici hormon terapiyalar deyirik, qəbul olunan durumlar var. Bəzən bunlar bir preparatın tərkibi, belə deyə, bir hormondan ibarət olan preparatlarla aparılır və bu dönəmlərdə süd vəzi xərçəngi, yumurtalıq və endometriya xərçənginin yaranma riskini artıra bilirik. Biz bunu hər dəfə bax riskini artıra bilirik sözü deyirik və yenidən keçid alırıq ki, həmin preparatların qəbulundan öncə xəstə tam diqqətlə yoxlanmalıdır. Burada yoxlanmalıdır artıq bizim dediyimiz ultrason, ginekoloji müayinə, süd vəzlərinin müayinəsi, mammografiya müayinəsi deyil də, həmçinin hormonlar da yoxlanmalıdır. Çox təəssüf olsun ki, qanda hormonlar yoxlanmadan, ümumiyyətlə hormonal, o pre-menopoz, menopoz dövründə hormonlar yoxlanmamış, yəni həmin dönəmə uyğun bədəndə hormonal fon varmı, yoxmu yoxlanmadan hormonal preparatlar dayanmadan qəbul olunur. Risk faktoru varsa müayinə olunub yoxlanılmalıdır. Və bunu artırırlar və artıq o dediyimiz xərçəng tiplərinin yaranmasını artırırlar. Bir də onu da qeyd edim,
Süd vəzi xərçəngi xəstələrində, çünki bizim düşünürəm ki, süd vəzi xərçəngindən əziyyət çəkib müalicə alan və əvəzedici hormon terapiya qəbul edən pasientlərimiz bizi daha çox izləyir. Çünki bildiyimizə görə dünyada da, Azərbaycan Respublikasında da qadın bədənində ən çox rast gəlinən xərçəng tipi süd vəzi xərçəngidir və cavan qızlarımız və postmenopauzal dövrdə olan xanımlarımız, hansı ki, hormondan asılı olan süd vəzi xərçəngi yəni tipləri olan xanımlar daim preparatlar qəbul edir, hormon preparatları qəbul edir. Bax, o xanımlara xüsusilə səslənmək istəyirəm. Həmin pasientlər müalicədən öncə mütləq bir genital orqanları müayinə eləməlidirlər. Yalnız ginekoloji müayinə deyil də ultrason müayinəsi önəmlidir. Yumurtalığın vəziyyətinə baxılmalıdır, endometriyan vəziyyətinə baxılmalıdır. Çünki həmin pasientləri biz cavan xanımları xüsusilə süni menopoz, belə deyək, adətdən kəsirik ki, bunlar adət olmasınlar və yumurtalıq hormonlarına həmin şiş, belə deyək, cavab verməsin, baş qaldırmasın, metastaz verməsin. İndi isə reklamların vaxtıdır. Xatırlatmaq istəyirəm ki, bugünkü qonağımız Milli Onkologiyanın həkimi, həkim onkoginekolog Könül xanım Mərdanovadır. Reklamlardan sonra, qısa aradan sonra yenidən qaldığımız yerdən davam edəcəyik. Verilişin sponsoru Eren Fizyoterapiya Mərkəzidir. Sponsor Saloni Mebel. 90 18 04. Reklamlarımız bitdi. Eren Fizyoterapiya Mərkəzinin sponsorluğu ilə Sağlam olun layihəsi yenidən efirdədir. Xatırlatmaq istəyirəm ki, bizə yenidən qoşulan dinləyicilərimizə və izləyicilərimizə bugünkü qonağımız Milli Onkologiya Mərkəzinin onkoginekologu Könül xanım Mərdanovadır qonağımız və Könül xanımla qadın sağlamlığından danışırıq. Necə edək ki, sağlamlığımızı qoruyaq? O mövzuda müzakirələrimiz davam edir və Könül xanımın əlaqə nömrəsini qeyd etmək istəyirəm. 050 563 01 89 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Zəng və SMS yazaraq öncədən qeydiyyata düşməyiniz mütləqdir. Süd vəzi xərçəngindən əziyyət çəkən Milli Onkologiya Mərkəzində zaten müayinə və müalicəsini aparan xəstələr istər ginekoloji, istər süd vəzi yönümündən hər iki həkimlərin konsultasiyasında olurlar. Bu bütün dünyada belədir. Bu belə yenə kobud səslənməsin, məcburdular bunu eləməyə. İstək deyil artıq bu. Bu qayda qanundur. Süd vəzi ilə müraciət edən xəstənin ginekologiyası mütləq bilinməlidir və ginekoloji xəstələrin süd vəzləri bilinməlidir ki, vəziyyəti nə yerdədir. Çünki ginekoloji təyin olunan preparatlar süd vəzidə nəsə problem yarada bilər və yaxud olmuş problemi böyüdə bilər. Ona görə bu bizdə belədir. Amma bizim mərkəzdən kənarda müalicə alan pasientlər bizi izləyirsə və əvəzedici hormon preparatları qəbul edirsə, onlara şiddətlə məsləhət bilirəm ki, mütləq bir ginekoloqa gedin, müalicələr başlamamışdan öncə bir ultrason müayinəsinizi çəkdirin və sizin həkiminiz sizi yönləndirsə də, yönləndirməsə də, hər dəfə ultrason müayinəsindən keçdikdə bir yumurtalığa və endometriyaya baxdırın. Çünki yumurtalıq xərçənglərindən biz danışdıqda, orada metastatik yumurtalıq xərçənglərini ayırmırıq. Çünki bağırsaq, mədə və süd vəzi xərçəngi yumurtalığa metastaz verir. Bəzən elə pasientlərimiz var ki, yumurtalıqda şişlən əməliyyata gedir. Çox təəssüf olsun ki, xəstə tam yoxlanılmamış, yumurtalıq törəməsi götürülür və histoloji olaraq təsdiqlənir ki, metastatik yumurtalıq xərçəngidir. Ondan sonra başlayırlar araşdırmağa ki, və ya xəstə bizə hardan, mədədən veribdir, bağırsaqdan, süd vəzindən. Ona görə bir pasient yumurtalıq törəməsi aşkar olundusa, çox diqqətlə yoxlanmalıdır. Biz bilirik ki, kitabdan adi sadə biliklərimizdən bilirik ki, yumurtalıqda mədə bağırsağın metastatik tumorları ola bilər. Süd vəzinin metastatik tumorları ola bilər. Müalicədən danışdıq əslində. Elə növbəti sualım da bundandır. Xərçəng xəstəliyinə müalicə alan insanlar ana ola bilərmi xanımlarımız? Müalicə alan süd vəzi xərçəngindən məsələn müalicə alır, hər hansı bir preparatlar qəbul edir. Misal üçün süd vəzi xərçəngini dedim. Yəni ana olma ehtimalı varmı? Biz onu misal üçün elə deyəcəyik Günay xanım. Niyə görə? Ayrı-ayrı lokalizasiyalarda fərqlidir. Süd vəzi xərçəngindən müalicə alan pasientlərimiz, cavan qızlarımız, heç vaxt ana olmayan pasientlərimiz müəyyən müddət keçdikdən sonra ümumiyyətlə onkologiyada 5 illik yaşam göstəricisi çox önəmlidir.
Ondan sonra ginekoloq və mammoloqunun, kimyoterapevtinin icazəsi üzərində həkimlərin xüsusi nəzarəti altında ana ola bilərlər. Mənim bir çox cavan pasiyentlərim olub, hansı ki, bildiyimiz üzərində uşaq onkologiyası yenə də yalnız Milli Onkologiya Mərkəzindədir və uşaq onkologiyasında bizdə disgerminoma dediyimiz yumurtalığın belə deyə germ hüceyrələrindən inkişaf edən bədxassəli tumorundan əməliyyat olunub, orqan qoruyucu əməliyyat olunub, yumurtalığın bir hissəsi saxlanılıb, uşaqlıq saxlanılıb, daha sonra kimyoterapiyasına aparıb və illər ötdükdən sonra artıq bizim nəzarətimiz altında ailə həyatı qurub və dünyaya evlad gətirib. Uşaqlıq boynu xərçəngi təsdiq olunmuş xəstələrdə əslində pap testi niyə veririk ki, bu var yoxsa yox deyə. Bəzən uşaqlıq boynu xərçəngi təsdiq olunubdur və daim pap testi olmalıdırmı? Yəni bu müayinə davamlı aparılmalıdır. Çox qəşəng bir sualdır. Smer testini biz elədik. Atipik bir cavab gəldi. Kolposkopiya müayinəsinə getdik, biopsiya olundu və yaxud da keç smer eləmədən şikayət üzərində gəldi. Zaten uşaqlıq boynu xərçəngi görüntü olaraq gül kələminə bənzər bir törəmə şəklində, yara şəklində olur və birbaşa biopsiya olundu. Xərçəng xəstəliyi diaqnozu qoyuldu. Ümumiyyətlə xərçəng xəstəliyinin diaqnozu qoyuldumusa, düzgün mərhələndirmə aparılmalıdır və hər mərhələnin özünün müalicə üsulu var. Müalicəsi bitdi, cərrahi əməliyyatı, şüa terapiyası, kimyoterapiyası bitdi. Həmin xəstələr xüsusilə qulaq assınlar. Xərçəngivni patologiyadan və xərçəng patologiyasından müalicə alan xəstələr 20 il ərzində müayinədə olacaqlar və smer testlərini protokol üzərində rutin qaydada götürəcəklər. Yəni bu xəstələr bir mənalı, mən artıq müalicə almışam, daha smer testimi götürdürməyəcəm, ehtiyac yoxdur. Artıq məndə xərçəng var idi da, bilirdim, müalicəsində eləmişəm, smer testini götürməyəcəm. Xeyr, elə bir şey yoxdur. 20 il ərzində rutin qaydada smer testlərini həkimlərin dediyi vaxtda götürəcəklər həmin xanımlar. Gülün xanım, vaxtımız əslində yekunlaşır, çox maraqlı söhbətimiz gedir, amma bir tamaşaçı sualı var, onu vermək istəyirəm. Bir xanımdır, kistası var və sual verir ki, hamilə qala bilərmi? Yumurtalıq kistaları çox böyük bir mövzudur. Ümumiyyətlə, yumurtalıq kistalarının həqiqətən sizin dediyiniz kimi kistadırmı? Funksional kistalar var. Sarisium kistası, folikulyar kista, seroz kistaları, kistanın ölçüsü, endometrioid, teratomalar, müxtəlif yumurtalıq törəmələri var. Borderline dediyimiz aralıq formaları var. Xərçəngindən heç danışmıram, çünki o böyük bir mövzudur. Kistanın ölçüsü önəmlidir. Kistanın kapsulasının qalınlığı önəmlidir. Kameralıdır, çox kameralıdır, tək kameralıdır, onlar önəmlidir. Qanlanması varmı, yoxmu önəmlidir. Dinamikada böyüyürmü, böyümürmü önəmlidir. Hamilə qala bilərmi? Qala bilər. Bəzi kistalarda hamiləlik durumları olmur. O zaman kistin əməliyyatı icra olunur. Daha sonra hamiləliyə icazə verilir. Hamilə qaldısa, həmin kista ilə hamiləliyi sonlandıra bilərmi? Onu yenə də öncədən demək mümkün deyil. Niyə görə? Hamiləlik zamanı hormonal fon tamam fərqli olur. Həmin fonda kista böyüyə bilər. Bəzən hamiləliyin 3-cü, 4-cü, 5-ci, 6-cı ayında məcbur edir ki, həkimi cərrahi əməliyyat eləsin. Çünki böyüyür, şiddətli ağrı verir, bəzən belə deyir, partlayır, burulur. Yəni müxtəlif bir şeylər. Onu heç kim öncədən deyə bilməz. Amma kistanın cərrahi əməliyyat olunmalıdırmı, olunmamalıdırmı, müalicə olunmalıdırmı, olunmamalıdırmı? Onu öncədən bir konsultasiya olunsun. Hansı kistadır? Baxmaq lazımdır. 2 adətdən sonra öz başına sorulub gedə biləcək bir kistadır. Yəqin ki, həmən tamaşaçımız bizi izləyir və tamaşaçıya bildirmək istəyirəm ki, mütləq şəkildə müayinə olunmalısınız və Könül xanımın nömrəsini qeyd edirəm. 050 563 01 89 nömrəsi əlaqə saxlayıb qeydiyyata düşün və müayinəyə gedin və müəyyən olunsun ki, kistanın növü hansıdır və ondan sonra sizə daha dəqiq məlumat verə bilərik ki, hamilə qala bilərsiniz və yaxud da nə zaman hamilə qala bilərsiniz. Çox təəssüf ki, vaxtımız sona çatır Könül xanım. Sonda istəyərəm xanımlarımızın sağlam olması üçün öz tövsiyələrinizi bildirəsiniz. Reproduktiv sağlamlıq. Bu çox önəmlidir. Yəni bir qadının ümumiyyətlə biz bunu hər dəfə deyirik, sağlam olması bir ailənin
ailədəki evladların, ümumiyyətlə cəmiyyətin sağlamlığıdır. Fədakardırlar bizim xanımlarımız, amma hər dəfə deyirəm ki, ildə 2 dəfə olsa lap yaxşı, amma bir dəfə də olsa ildə bir gününüzü özünüzə ayırın. Yəni gözəlliyiniz, xarici gözəlliyinizə ayırdığınız o 5, 6, 10, 20 gündən birini daxili gözəlliyinizə ayırın, sağlamlığınıza ayırın. Çünki qeyd elədiyimiz mövzular çox önəmli mövzulardır. O patologiyalarla rastlaşdığımız halda artıq xarici gözəlliyimizdə olmur. İstər-istəməz qadın orqanizmi hormonlarla idarə olunan bir orqanizmdir. Onlarda bir problem varsa, genital orqanlarda bir problem varsa, siz istədiyiniz o xarici gözəlliyinizi almayacaqsınız. Dərinizin rəngini, gözünüzün için gülməyini, saçınızın keyfiyyətini almayacaqsınız. Ona görə tövsiyə edirəm ki, vaxtınız olmasa da belə ildə bir dəfə heç nə düşünmədən evdə uşağı qoymuşam, yemək bişirməliyəm, bugün falan yerə getməliyəm. Onları düşünmədən bir gün özünüzə vaxt ayırın. Simir testinizdir, həkim müayinəsi, ultrason müayinəsidir. Elətdirin və arxayın olun ki, heç bir probleminiz yoxdur. Xatırlatmaq istəyirəm ki, Asan Radionun dinləyicilərinə və Səhiyyə TV-nin izləyicilərinə bugünkü qonağımız Milli Onkologiya Mərkəzinin onkoginekoloqu Könül xanım Mərdanova idi. Könül xanımla əlaqə saxlamaq istəyənlərə əlaqə nömrəsini xatırlatmaq istəyirəm. 050 563 01 89 nömrəsinə zəng edib və yaxud da SMS yazaraq öncədən qeydiyyata düşməyiniz vacibdir və sualınızı da ünvanlaya bilərsiniz. Sizə cavablandıracaqlar. Və xatırlatmaq istəyirəm ki, hər həftənin bazar ertəsi Könül xanım Sağlam olun layihəsinin qonağıdır. Suallarınız varsa öncədən Sağlam olun layihəsinin sosial media hesablarına ünvanlaya bilərsiniz və növbəti verilişimizdə mütləq suallarınızı cavablandıracağıq. Hər zaman sağlam olun. Gördüyünüz bu gözəlliyə və rahatlığa görə Salon Mebel markasına öz təşəkkürümüzü bildiririk və Könül xanım xatırlatmaq istəyirəm ki, Salon Mebel markası Sağlam olun layihəsində iştirak edən həkimlərə 25% güzəşt məbləği ilə mebellərini təklif edir. Düşünürəm bir zamanınız olanda yolunuzu Salon Mebel markasına salsaz çox yaxşı olar və doğrudan da həqiqətən çox zövqlü mebelləri var Salon Mebel markasında. Bu da belə. Düşünürəm bugün də çox maraqlı bir mövzumuz oldu. Həqiqətən də sağlam qadın, sağlam ailə deməkdir. Və qadınlarımız üçün çox maraqlı, maarifləndirici mövzulara toxundu. Nəinki qadınlarımız üçün, düşünürəm ki, bəylərimiz üçün də çox maraqlı oldu. Çünki hər bir ailənin yanan işığı verilişin öncəsində də dedik, bir qadındır, bir xanımdır. Qadınlarımızın sağlamlığını qorumaq hər birimizin borcudur. Və bizə ayrılan vaxt çox təəssüf ki, burada bitdi və mən Günay Kazımovanın təqdimatında Eren Fizioterapiya Mərkəzinin sponsorluğu ilə Sağlam olun layihəsi yenə eyni vaxtda, eyni məkanda sabah sizin evinizin qonağı olacaqdır. Verilişin sponsoru Eren Fizioterapiya Mərkəzidir. Sponsor Saloni Mebel.